Mənə elə gəlir ki, bu daha yaxşı imkan yaradır. Mən əvvəl işlədiyim universitet 100 illik bir universitet idi. İngilis dilində olduğuna görə təhsil. Düzünü desəm, mənə elə gəlir ki, hələ də inkişaf etməli olduğumuz məqamlar var. İmtahan sistemi tam fərqlidir deyə bilmərəm. Tam bizim istədiyimiz kimi deyil və yenidən yəqin ki, dəyişikliklər ola bilər. Tip çox yaxşı olacaq. Mən düşünürəm Qarabağ Universitetini seçməyə dəyər. Mən Yəhyazadə Nigar, hal-hazırda Qarabağ Universitetində ingilis dili müəllimi kimi çalışıram. Qarabağ Universitetinə müəllim kimi necə qoşuldunuz? Bu qərar necə alındı? O qərar biraz uzun prosesdir. 2020-ci ildə xatırlayırsınızsa bu pandemiya dönəmi idi. Həmçinin bizdə də müharibə başlamışdı. Mənim də atam hərbiçi olduğuna görə o da müharibədə idi və mənim xaricdən geri dönmə səbəblərimdən ən başlıcası da bu idi. Həmin dönəmdə uzaqda olanda artıq hiss elədim ki, mən vətənə qayıtmalıyam. Yəni artıq uzaqda qala bilmədiyimi hiss elədim və Qarabağ səbəb oldu ki, mən gəlim, qayıdım. Bir neçə müddət mən başqa qurumlarda müəllim kimi işlədim. Ən sonda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində çalışırdım. Bir gün qabağıma vakansiya çıxdı ki, Qarabağ Universiteti müəllim vakansiyası elan edir. Mənə maraqlı gəldi. Baxdım, hətta universitetin harda olduğunu, yəni Xankəndə olduğunu belə bilmirdim. Elə bilirdim Şuşadadır. Baxdım, maraqlı oldu. Sadəcə dedim ki, mən yəqin ora getmərəm və bu belə deyək də scroll eləməyə davam etdim. Daha sonra bir tanışım mənə yazdı həmin gün ki, bəs istəyərsinizmi burada çalışmaq? Mən sizi rekomend eləmək istəyirəm. Mən də fikirləşdim ki, bu bir sayındır. Çünki mənim bura dönmək səbəbim də Qarabağ idi. Elə bil ki, bu missiyanı tamamlamağın bir parçası kimi gördüm. Həmin vaxtda müraciət elədim və daha sonra Qarabağa köçdüm. Universitetin atmosferi necədir? Digər universitetlərdən nə ilə fərqlənir? Digər universitetlərlə fərqi çoxdur. Mən düşünmürəm ki, Bakıda hansısa universitetin bu qədər böyük bir kampusu var və burada biz artıq deyərdik ki, Xankəndi bir tələbə şəhərciyi idi. Yaşayanların əksəriyyəti universitet heyəti və tələbələrdir. Bu məncə yaxşı və xoş bir mühit yaradır. Mənə elə gəlir ki, tələbələr də belə o əsl tələbəlik həyatını Xankəndində yaşaya bilirlər. İmtahan sistemi digər universitetlərdən fərqlidir. İmtahan sistemi tam fərqlidir deyə bilmərəm. Sadəcə qiymətləndirmə o cür aparılır ki, məsələn mən xatırlayıram ki, biz universitetdə oxuyanda olurdu ki, müəllim bir gün bizdən dərs soruşurdu. Sonra 5 gün soruşmurdu. Biz də bilirdik ki, kimin sırasına nə vaxt çatacaq. O vaxt dərsimizi oxuyardıq, gedərdik. Bu mənzərə məncə çox adama tanışdı. Bizdə Qarabağda belə olmur. Çünki bizim hal-hazırda Blackboard-da keçmişik. Daha əvvəl Teams-də işləyirdik. Gündəlik assignmentlər olur, həftəlik assignmentlər olur və o assignmentlər tamamlanmadıqca siz ortalama balı yığa bilmirsiniz imtahana qəbul üçün. Və o assignmentlərin hamısında deadline var. Yəni onu gətirim semestrin axırında sərbəst iş verin. Bu formada deyil. O sərbəst iş dediyimiz proses semestr ərzində baş verir. Tələbələrin gündəlik xərcləri əsasən nə qədər olur? Tələbələrin xərclərinə gəldikdə, ümumilikdə bildiyiniz kimi universitet pulsuzdur. Hal-hazırda Qarabağ Universitetində ödənişli təhsil yoxdur. Və tələbələrin yataqxanada qalmaları üçün ödəniş isə dövlət tərəfindən edilir və tələbələr onun üçün də pul ödəmirlər. Yemək üçün isə tələbələrə kampaniyalar var. Bildiyim qədərilə yataqxanada aylıq abunəliklər də var. Yəni aylıq abunəlik etdikdə tələbələr daha az pul xərcləyə bilirlər. Ancaq onların öz mətbəxləri də var. Yəni özləri də nəsə bişirə bilərlər. Bilirəm ki, hamıya evdən yemək göndərirlər, hamısı yemək istəyib yeyirlər. Ona görə xərclərin nə qədər olduğunu deyə bilmərəm, ancaq məncə hamı özünə uyğun bunu düşünə bilər ki, o yeməyə nə qədər pul ayırır. Tələbələr üçün hansı növ fəaliyyətlər var? Tələbələrin də aktivitetləri çoxdur. Tələbələrin də müxtəlif klubları var. Onlar da səyahətlərə gedirlər, hiking klubları var, səhv etmirəmsə onlarında. Təbii ki, burada artıq yerlər limitlidir, Xankəndidə gedə biləcəkləri. Daha sonra tələbələr müxtəlif tədbirlərə də involve oluna bilirlər. Xankəndidə müxtəlif forumlar, bəzən tədbirlər, konfranslar keçirilir. Tələbələr də orada həmişə könüllü olaraq qoşulub iştirak edirlər. Hansı ixtisaslar Qarabağ Universitetində ən güclüdür? Ən güclü nəyin olduğunu deyə bilmərəm. Ancaq öz belə deyək də düşüncəmə görə fikirləşirəm ki, tibb çox yaxşı olacaq. Mənə elə gəlir ki, bu tibb fakültəsi bizdə keçən il açıldı. Mənə elə gəlir ki, Azərbaycanda bu, yəni çox belə deyək də yerdə yoxdur. Səhv etmirəmsə bir dənə tibb universitetindədir tibb ixtisası. Qarabağda da artıq var və mənə elə gəlir ki, bu seçim etməyə dəyər. Çünki
Qarabağ Universitetinin klinikasında çox yaxşı laboratoriyalar yerləşir. Tələbələrin öyrənməsi üçün çox yaxşı fiqurlar, modellər var. Mən onların adlarını tam bilmirəm ki, izah edim sizə. Ancaq mən onların həmişə görürəm işlədikləri ləvazimatları və düşünürəm ki, bu ən son müasir texnologiya ilə olan ləvazimatlardır və onların praktik bacarıqlarının da daha yaxşı inkişaf etdiyini düşünürəm. Hal-hazırda tibb olduğunu düşünürəm. Ancaq digər ixtisaslar da onlardan geri qalır. Valideynlər tez-tez yeni universitet riskli ola bilər, deyir. Sizin cavabınız nədir? Bəli, razıyam. Yeni universitetin yaranması riskli ola bilər. Ancaq burada bir neçə nüans var Qarabağla bağlı. Birincisi, universitet Qarabağda yerləşir. İkincisi, Qarabağın adını daşıyır. Mənə gəlir ki, buradakı yenilik əksinə avantajlı olan bir yenilikdir və gələcəkdə onlar ola bilər narahatdılar diploma görə və s. tanınmağına bağlı çox vaxt suallar olur. Bununla bağlı heç bir narahatçılığa məncə əsas yoxdur. Bu universitetin Azərbaycan təhsili üçün rolu nədir? Mənə elə gəlir ki, Qarabağ Universitetinin rolu, yəni təkcə Azərbaycan təhsilində deyil. Çünki bildiyiniz kimi Xankəndidə yaşayış, yəni yox dərəcəsində idi artıq və Qarabağ Universitetinin açılması ilə o şəhərə yeni bir, belə deyək, nəfəs gəldi. Tələbələr köçdü, müəllimlər köçdü, yaşayış çoxaldı, daha da fəaliyyət artdı. Mənə elə gəlir ki, onun rolu daha böyükdür. Nəinki təhsildə sadəcə Azərbaycan üçün daha böyük olduğunu düşünürəm. Bakıdan və ya digər şəhərlərdən gələn tələbələr necə uyğunlaşır? Buna səmimi cavab verəcəm. Tələbələrimizin əksəriyyəti bu bizim cəmiyyətimizdən gələn məsələdir. Uşaqların əksəriyyəti ana-ata evindən çıxıb gəlirlər, yeməkləri qabaqda, paltarları yuyulur, ütülənir, gəlir qoyulur qabaqlarına. Belə, yəni olur da hamısı. Yataqxanaya gələn kimi bu, yəni Qarabağdakı yataqxana məsələsi deyil də, bu ümumi bizim uşaqların öyrəşmə məsələsidir ki, ailədən birdən-birə ayrılırlar, yorulurlar, nə bilim vaxtlarını bəzən çatdıra bilmirlər, təzə-təzə öyrəşməkləri biraz vaxt apara bilir. Ancaq zaman keçdikcə öyrəşdiklərini düşünürəm. Biraz yataqxanada bəziləri məsələn şikayət eləyir ki, hardansa birdən səs gəldi, hansısa deyək yoldaşınla yola getmədi. Ancaq düşünürəm ki, bu əslində çox yaxşı bir imtahandır onlar üçün. Çünki onların soyuducunu bölüşməyi, bir mətbəxi bölüşməyi, bir evi bölüşməyi onların başqa hardasa öyrənə biləcəyi bir şey deyil. Mənə elə gəlir ki, yəni biz onu universitetdə də öyrədə bilmərik. Ona görə yataqxanada yaşamağı öyrənmək də özü böyük bir məsələdir onlar üçün. Bu dediyim bəzi tələbələrə aiddir. Mən əksəriyyətindən daha yaxşı sözlər eşidirəm ki, onlar daha çox əylənirlər. Hamısı birlikdə olduqlarına görə daha çox vaxt keçirdə bilirlər, ev tapşırıqlarını da bir yerdə eləyə bilirlər. Ona görə daha əksinə əyləncəli olduğunu düşünürəm. Hansı tip tələbə burada uğur qazana bilər? Kim bu mühit üçün uyğundur? Çalışqan, inkişafa yönəlik, yeniliyə açıq olan tələbələr üçün bu mühit daha uyğundur. Komfort zonundan çıxmaq istəməyən, yəni bu mövzuda çətinlik yaşayan tələbələr üçün o qədər uyğun olduğunu düşünmürəm. Ancaq mənə elə gəlir ki, komfort zonadan da çıxmaq lazımdır ki, yeni şeylər də öyrənsin. Qarabağ Universitetinə qəbul olmaq istəyən abituriyentə son tövsiyəniz nədir? Çox çalışmağı, çox işləməyidir. Bildiyiniz kimi ballar ildən-ilə yuxarı qalxır səhv etmirəmsə. Çünki dövlət sifarişli əsaslı olduğuna görə tələbələrin əksəriyyəti Qarabağ Universitetini seçmək istəyir. Daha çox çalışsınlar, hazırlaşsınlar, köçməyə də bir növ evdən çıxmağa da hazırlaşsınlar əgər Qarabağ Universitetinə gəlmək istəyirlərsə. Çox sağ olun bizi abituriyentlərlə bu cür görüşdürdüyünüzə görə. Ümid edirəm ki, onlar üçün də faydalı olar.